Salam. Ani bir qərarla dedim ki, YouTube çəkməliyəm. Bu mövzudan mütləq danışmalıyam. Çünki son vaxtlar ümumiyyətlə hər hansı bir iş görəndə daha çox podkasta qulaq asmağa başlamışam və bu podkastlar Azərbaycanın yerli psixoloqlarındandır. Aldığım informasiyaları özümə uyğun şəkildə emal edib sizə çatdırmalıydım. Təbii ki, belə deyim də, tam araşdırdığım mövzu haqqında danışmayacağam. Çünki hələ ki o mövzuda danışmaqdan tez olduğunu düşünürəm o mövzu haqqında danışmağın. Amma nə qədər ki Azərbaycan belə deyim də sosial mediası bu mövzularla dağılsa da, çatlasa da, hər kəs bundan danışsa da, mən elə danışmayacağam. Bugün başqa bir mövzudan danışacağam. Münasibətdən və ünsiyyətdən. Biz universitetdə olanda 4-cü kursda bizə ünsiyyət və münasibətin psixologiyası keçirilirdi. Keşke bu bütün ixtisaslarda və bütün fakültələrdə olsaydı, mən çox xoşbəxt olardım. Nəticə etibarı ilə mən düşünürəm ki, bu mənim şəxsi fikrimdir. Azərbaycanda insanlar arasında fərq yoxdur. Bu sadəcə şəxsi münasibət deyil. İnsanlar arası münasibət, iş kollektivində olan münasibət, iki rəfiq arasında, iki dost arasında olan münasibət ünsiyyətdən asılıdır və o ünsiyyətlər normal deyil. Əslində insanlara özəl olan yeganə funksiyalardan biri də danışmaqdır. Amma biz insanlar nədənsə o danışma qabiliyyətimizi inkişaf etdirə bilmirik. İki insan da oturub qarşılıqlı eyni dildə danışırlar, fərqli dildə danışırlar, eyni dildə danışırlar və bir-birlərini başa düşmürlər. Təbii ki, mən anlayıram. Belə bir kəlmə var. Bunu deyim, sonra keçəcəm fikrimə. Belə bir söz var. Deyir ki, sənin danışdığın cümlələrin ağırlığı, keçərliyi qarşıdakı insanın başa düşdüyü qədərdir. Yəni, o nə qədərini başa düşübsə, sənin qurduğun cümlələr o qədər mənalıdır. Çox uzun danışa bilərsən, amma qarşındakı insan səni başa düşmürsə, sənin danışdıqların boş bir şeydir də, yəni boşdur. Gəldi mənim fikrimə, insanlar və görürsünüz ki, həmin o münasibətdə ünsiyyət yoxdur. Hər iki tərəf danışır, amma bu ünsiyyət deyil. Ünsiyyət o nə zaman baş verir ki, siz danışırsınız və hər iki tərəf bir-birini başa düşür. Nəticədə də bir fəaliyyət olur. Amma insanlar bir-birini başa düşmürsə, bu qətiyyən ünsiyyət sayılmır. Sadəcə danışırlar. Bəzən hətta səs tonu da çox qalxır, səsləri yüksəlir. Amma yenə də ortada bir nəticə olmur. Eynən ailələrdəki kimi. Bəzən hər iki tərəf ailədədir, danışır, öz duyğularını, emosiyalarını çatdırmaq istəyir, amma bir-birlərini başa düşmürlər. Və nəticədə səslər yüksəlir, bəzən bu şiddətə qədər gedir, çıxır. Xüsusi bir parantez açmaq istəyirəm burada. Əgər ünsiyyət əks cinslərin arasında baş verirsə, nəzərə alsaq ki, qadın və kişi beyni eyni işləmir, bunu hardasa başa düşmək olar. Ki buna da yəni yol tapmaq olar. Amma eyni cinslərin arasında ünsiyyət problemi varsa, hansı ki onların beyin funksiyaları eyni şəkildə fəaliyyət göstərir, artıq orada həqiqətən ciddi bir ünsiyyət problemi olduğundan danışa bilərik. Birinci başlayaq bu qarşı tərəflər arasında baş verən ünsiyyətdən. Bizim universitetdə bir müəllimimiz vardı, həmişə deyirdi ki, həyatınızda biri varsa, onunla da danışırsınızsa, ümumiyyətlə qarşı cinsdən danışırsınızsa, əgər bir mövzunu bitirirsinizsə, ona xəbərdarlıq eləyin ki, bu mövzu bitdi, indi digər bir mövzuya keç. Bu münasibət ünsiyyətin bir hissəsi. Digər ünsiyyətlər. Mütəxəssislər qeyd edirlər ki, bəzən aktiv dinləyici olun. Bəs bu aktiv dinləmək nə deməkdir? Bu proses necə olur? Aktiv dinlədiyiniz zaman düşünün oturmusunuz və qarşınızda kimsə danışır. Çox istədiyiniz biridir və sizə həyatından, həyat gedişatından nələrsə danışır, nə isə haqqında danışır. Aktiv dinləmək odur ki, ilk öncə o insana göz kontaktı qurun. Düzgün göz kontaktından sonra başınızdan, bədəninizdən reaksiyalar verin. Hansı ki, bizim bilirsiniz ki, bədən dilimiz var və bu daimi olaraq fəaliyyətdədir. Ona reaksiyalar verin, başa düşüldüyünü və dinlənildiyinin fərqində olsun. Bu, həm ünsiyyət prosesini rahatlaşdırır, həm də qarşıdakı danışan insan boş-boş danışmış kimi hiss eləmir. Yəni, bu hissi ona ötürmürsünüz. Və ya informasiya həddindən artıq çoxdursa və bu sizi narahat edirsə, qarşıdakı insana qeyd edə bilərsiniz ki, mənə bir 10 saniyə ver, ya 30 saniyə ver. Mən sənin danışdığın informasiyaları qəbul edeyim. Beyində o emal prosesi getsin. Daha sonra sən ünsiyyətinə davam elə.
Həmin mənə də biraz zaman ver. 1 dəqiqə, 2 dəqiqə, məsəl üçün 10 saniyə, 30 saniyə dedim. O davam eləsin. Ondan sonra sən ünsiyyətini davam edə bilərsən. Mənim də beynim, başım rahatlarsın daha sonra. Və ən önəmli mövzulardan biri bizim belə deyim də cəmiyyətin bəlğasımı deyim, ən çox gördüyüm vərdişimi deyim, adətimi deyim, artıq bilmirəm nə deyim. İnsanlar sadəcə cavab vermək üçün qarşı tərəfi dinləyir. Yəni həqiqətən qarşıdakı insanın dinlənilməyə ehtiyacı olduğu üçün yox. Ya da sənin onu dinləməyə ehtiyacın olduğu üçün yox. Ki, həmin bu insan nə zaman cümləsini qurtaracaq, o qutaran kimi mən ona cavab verim, reaksiya verim. Buna ehtiyac yoxdur. Yəni insanlara hər ünsiyyətdən, hər cümlənin sonunda reaksiya verməlisiniz deyə bir şey yoxdur. Yəni dinləmək, bir insan danışırsa, sadəcə onu dinləyə bilərsiniz. Əgər təbii ki, biz kimləri dinləyirik? Çox sevdiyimiz insanları, həyatımızdakı insanları, ailəmizdən biri olan insanları və s. Amma dinləyirik ki, avtomatik olaraq onlara cavab verməyik. Sadəcə dinləyək. Bu da bir prosesdir. Və bayaq cinslər arası münasibətdən danışdım. Burada ən önəmlisi cinslər arası münasibətlərdən biri də odur ki, siz danışan zaman mən dili ilə danışmaq. Bizdə ümumiyyətlə psixologiyada belə bir şey var. Mən dili, sən dili və biz dili. Ən önəmlisi mən dili ilə. Məsələn, düşünün, qarşınızdakı insana danışırsınız və o sizi dinləmir. Ay, sən mənə qulaq asmadın, sən mənə heç bir zaman dinləmirsiniz. Baxın, burada da belə cümlələr qurulur və ümumiləşdirici olur. Qarşıdakı insanı çox incidir. Ona belə bir cümlə qura bilərsiniz ki, mən özümü dinlənilməmiş hiss edirəm və bu mənə çox narahatlıq verir. Aramızdakı əlaqənin qırıldığını hiss edirəm. Görürsünüz, bütün cümlələr məndən bağlı oldu və bütün oxlar mənə dönmüş oldu. Mən qarşıdakı insanı günahlandırmadım, tənqid eləmədim. Sadəcə öz duyğularımı izah elədim, necə hiss elədiyimi izah elədim, o insana çatdırdım. Və tam da cinslər arası ünsiyyətdən danışmışkən istəyirəm bunu da əlavə edeyim ki, deməli, bəzən ümumiyyətlə biz kişi cinsi nümayəndələrlə danışanda, onlara belə deyim, nələrisə danışanda, bölüşəndə onlar düşünürlər ki, okey, ortada bir problem var və bu problem həll olmalıdır. Mən burada problem həll etmək üçün varam. Ona görə birinci onlara öncədən təlimat verin. Sadəcə dinləməyinə ehtiyacım var. Nəyisə həll eləməyinə yox. Yəni sadəcə məni dinlə. Mən sənin məni dinləməyini istəyirəm. Mənim problemimi həll eləməyini yox. Əgər problemi həll eləməyini istəyirsinizsə, onu da əlavə edə bilərsiniz. Amma adətən şəxsi təcrübəmdən, praktikamdan gördüyüm qədərinə qadınlar sadəcə sevdikləri insanlar tərəfindən dinlənilmək istəyirlər. Məncə artıq videonun sonlarına yaxınlaşırıq və məni dinləyən hər bir insan üçün kiçik bir tapşırıq verəcəm sizə. Bu həftə ünsiyyət qurarkən bir insanla əgər ünsiyyətdə hər hansı bir probleminiz varsa, sən dili yerinə mən dilindən istifadə eləyin. Nəticələri kommentə yazarsınız, açıqlama hissəsinə yazarsınız. Birlikdə müzakirə edərik. Çox sağ olun. Çox təşəkkür edirəm. Məni dinlədiyiniz üçün. Düzdür, biz bir-birimizi tanımırıq. Amma artıq aramızda bir bağ yaranır. Bu bağın yaranması məni çox xoşbəxt eləyir. Sizin orada olduğunuzu bilmək, dinlənildiyimi bilmək çox gözəldir. İnşallah növbəti videolarda görüşərik.